Türk hökmdarlarının qəribə və ağlasığmaz əmrləri. Fatih Sultan Mehmet Osmanlı dövlətində qardaş qətlini rəsmiləşdirmiş bir hökmdar idi. O taxta çıxan hökmdarın dövlətin gələcəyi üçün lazım olduğu təqdirdə qardaşlarını öldürməsini rəsmiləşdirən qanun qoymuşdu. Böyük Türk sərkərdəsi olan Əmir Teymur düşmən kəllələrindən minarələr düzəldilməsi kimi qəribə və qəddarca bir əmr vermişdi. O, Xorasan, İsfahan və Sivas kimi şəhərlərdə üsyanları yatırarkən əhaliyə dərs vermək məqsədi ilə öldürülənlərin kəllələrindən minarələr tikilməsini əmr etmişdi. Osmanlı sultanı olan Dəvi İbrahim ləqəbli padşah sarayda kiminləsə əlaqəsi olduğundan şübhələndiyi bütün hərəmxana qadınlarının təxminən 280 nəfərin hissə dərəsinə atılaraq boğulmasını əmr etmişdi. Şəxsi şübhə və psixoloji gərginlik səbəbilə bu qədər insanın qətlə yetirilməsi tarixə düşmüş ən böyük saray cinayətlərindən biri idi. Qaraqoyunlu hökmdarı Qara Yusif qələbədən sonra əsirlərin edam edilməsi zamanı edamın düşmənlərinə ən pis cəza sayılan dəst geyindirmək və edilməsini əmr etmişdir. Bu, geyimlərini, hətta baş geyimlərini belə tərsinə geyindirib edam etmək idi. Bu, o dövrlərdə hökmdarın düşmənə qarşı göstərdiyi son dərəcə alçaldıcı və psixoloji cəhətdən təsirli bir cəza növü idi. Göytürk hökmdarı Qapqan Xaqan Çinlilər tərəfindən göndərilən qiymətli ipək və qızıl hədiyyələrin yerinə toxum və dəmirin alınmasını sərkərdələrinə əmr etmişdi. Bu qısa müddətli dəbdəbəyə qapılmaq əvəzinə gələcəkdəki iqtisadi güc və müharibə vasitələrinə üstünlük verən qəribə bir strategiya idi. Sultan 3-cü Murad imperiya ərazisindəki bütün fahişələrin paytaxta toplanmasını əmr etmişdi. Bu hökmdarın hərəm həyatına və səfasına düşkünlüyünü göstərən qəribə bir əmr idi. Yenə Əmir Teymurun qəddarca olan bir digər əmri də 1401-ci ildə Bağdadı fəth etdikdən sonra hər bir əskərinə bir baş gətirməyi əmr etmişdi. Bu da Teymurun əskərlərinin xüsusi qəddarlığa sövq etməsini göstərirdi. Osmanlı Sultanı 1-ci Mustafa Fatih Sultan Mehmedin qanunnaməsinə baxmayaraq edam edilmədi, lakin ömrünün 14 ilini bir otaqda tam təcrid olunmuş şəkildə keçirdi. Bu da onun ruhi sağlamlığının pozulmasına səbəb oldu. Uzun illər tək və qorxu içində yaşayan hökmdar dəri halına düşmüşdü.